Esselamu Aleyküm bizi izleyenler ve hürmetli hemkarlarım. Bugün size Union Air kondisionerinin pultunun istifadə qaydasını göstərəcəm. Gördüyünüz kimi pultun üzərində cəmi 3 düymə var. Düymənin biri kondisioneri yandırıb söndürmək üçün istifadə edilir və hər dəfə biz bu düyməni basanda burada bir siqnalın göndərildiyini görürük. Bu düymə kondisionerin temperaturunu qaldırmaq, bu isə aşağı salmaq üçündür. Və bu pultun qalan düymələri gördüyünüz bu qapağın altında yerləşir. Eyni zamanda qapağın altında biz indi qapağı tamamilə çıxardacağıq. Həm də batareykaları qoymaq üçün yer də var. Yəni bəziləri ola bilər ki, bilmirlər ki, batareyka hara qoyulur. Bu səbəbdən biz onu çıxartmaq istədik ki, siz də görəsiniz. Burada nə düymələr var? Məsələn, mod düyməsi var. Mod düyməsinin yardımı ilə biz kondisionerin rejimlərini dəyişirik. Bu kondisionerdə 5 rejim var. Hal-hazırda soyutma rejimindədir. Qurutma, ventilyator, isitmə, avto. İnsanların əksəriyyəti kondisionerdən soyutma məqsədləri üçün istifadə etdiyinə görə biz əvvəlcə soyutma rejimini izah edəcəyik. Bir daha mod düyməsini basanda burada yalnız qar işarəsi olur və bu işarə gəldikdə kondisioner soyutma rejimində olduğu anlamına gəlir. Bu rejimdə kondisionerin temperaturunu 22, 23, 24 arasında nizamlayırıq. Əgər elektrik enerjisində bir qədər qənaət etmək istəyirsinizsə, 24 dərəcədən yuxarı tuta bilərsiniz temperaturu. Və deməli, burada bir fan düyməsi var. Fan düyməsinin yardımı ilə biz kondisionerin deməli, ventilyatorun sürətini dəyişə bilir. Hər dəfə biz basdıqda burada sürət dəyişir. İndi hal-hazırda ən yüksək sürətdədir. Bir daha basırıq. Avto sürət, aşağı sürət, orta sürət, yuxarı sürət. Qeyd etmək lazımdır ki, yataq otağında insanlar rahat yatmaq istəyirlərsə, fan səsi onları narahat edirsə, o zaman fanın ən aşağı və yaxud orta sürəti seçilə bilər. Əlbəttə ki, bu sizdən asılıdır. Digər rejimlərə keçmək üçün mod düyməsini bir daha basırıq və burada bir su damlası işarəsi gəlir. Su damlası işarəsinin gəlməsi kondisionerin qurutma rejiminə keçməsi anlamına gəlir və bu qurutma rejimində kondisioner evdə olan nəmi uzaqlaşdırır. Bir daha mod düyməsini basırıq və burada bir ventilyator işarəsi gəlir. Bu rejimdə kondisioner sadə bir ventilyator kimi, sadə bir fan kimi işləyir. Mod düyməsini bir daha basırıq və burada isitmə rejiminin işarəsi gəlir. İsitmə rejimində kondisionerin temperaturunu 26 dərəcədən yuxarı tutur. Əgər elektrik enerjisində bir qədər qənaət etmək istəyirsinizsə, 26 da tətbiq edə bilərsiniz, amma yəni bu insandan asılıdır. Bəziləri isti, bəziləri üçün soyuq ola bilər. Bu səbəbdən yəni 26 dərəcədən yuxarı tutmağınız tövsiyə edilir. Burada ən önəmli məsələ fan sürətinin avto rejimə qoyulmasıdır. Bayaq biz dedik ki, bu kondisionerdə 4 sürət var. Aşağı, orta, yuxarı və avto sürət. Avto sürətin nizamlanması bu cür olur. Və burada bir avto sözü gəldikdə kondisioner deməli ventilyator avto rejiminə keçmiş olur. Və bu bizə nəyi verir? Bu halda kondisionerin fanının sürəti mikroprosesor tərəfindən seçilir və bu səbəbdən də kondisioner daha düzgün işləyir. Eyni zamanda çöl hissəsinin buz bağlaması da yalnız havanın temperaturu 0 dərəcəyə yaxınlaşanda baş verir. Bir şeyi də qeyd etmək istəyirik ki, insanların əksəriyyəti isitmə rejimini soyutma rejimi ilə müqayisə edərək həmən ventilyatorun sürətini ən böyük sürətə qoyurlar və istəyirlər ki, kondisioner evi dərhal soyutsun. Amma burada biz qeyd etmək istəyirik ki, isitmə rejimində kondisionerin nominal gücə çatması bayırda olan temperaturdan asılı olaraq 20 ilə 40 dəqiqə arasında dəyişir. Yəni bayırda deyək ki, 15 dərəcə temperatur olanda 20 dəqiqədən sonra istiliyi yaxşı verəcək, amma havanın temperaturu deyək ki, bayırda müsbət 5 dərəcədən aşağıdırsa, o zaman bu bir qədər vaxt alacaq. Biz indi mod düyməsini bir daha basırıq və gördüyümüz kimi həm isti işarəsi, həm də qar dənəsi işarəsi ekranda görünür. Bu kondisionerin avto rejimidir. Bu rejimdə kondisioner verilən temperaturu daimi saxlamağa çalışır. Məsələn, deyək ki, biz temperaturu bu rejimdə 24 dərəcəyə indirdik və yaxud 25 dərəcəyə indirdik. Bu sizdən asılıdır. Bu halda əgər otağımızda olan havanın temperaturu 25 dərəcədən yuxarı olarsa, kondisioner soyutma rejimində işləyəcək. Əgər 25 dərəcədən aşağı olarsa, o zaman isitmə rejimində işləyəcək. Biz indi bir daha
bu düyməni basırıq və soyutma rejiminə qayıdırıq və indi isə digər düymələrin izahını verəcək. Bəzi vaxt insanlar kondisionerin demək, temperatur rejimini həddindən artıq aşağı qoyurlar. Məsələn, 21-22 dərəcə qoyurlar. Bu, əlbəttə ki, soyuq dəyməyə səbəb ola bilər. Amma burada çox maraqlı bir düymə var. Sleep düyməsi, yəni yuxu rejimi. Biz onu basdıqda burada bir ulduz işarəsi gəlir. Bəzi kondisionerlərdə ulduz deyil, aypara və ulduz işarəsi gəlir. Bu rejimdə kondisioner avtomatik olaraq 2 saatdan sonra temperaturu 23 dərəcəyə qaldıracaq və bir neçə saatdan sonra 24 dərəcəyə qaldıracaq ki, bizə soyuq dəyməsin. Bu rejimdən çıxmaq üçün sleep düyməsini yeridən basırıq. Burada bir lower düyməsi var. Biz onu basdıqda burada jalüzün hansı formada dayandığı, hansı pozisiyada dayandığı görünür. Hər dəfə biz onu basdıqda o öz pozisiyasını dəyişir və nəhayət belə bir şey gəldikdə o dayanmadan aşağı, yuxarı hərəkət edir. Bir daha basdıqda isə o hərəkətini dayandırır. Burada bir swing düyməsi var. Bu swing düyməsi vertikal dayanan jalüzləri hərəkət etdirmək üçün istifadə edilir. Amma bu jalüzlərin hərəkət edilməsi üçün mütləq onun motoru olmalıdır və bu hər modeldə olmur. Bunun üçün əlbəttə ki, satıcıdan bu modeldə belə bir şeyin olub-olmadığını soruşmaq lazımdır. Burada yenə də bir maraqlı bir düymə var, ionizer. Biz onu basdıqda burada gördüyünüz kimi bir ağac şəkli gəlir. Yəni, biz bu düyməni basanda kondisioner müsbət və mənfi ionları otağımıza yayır və bununla da biz özümüzü daha rahat nəfəs alan kimi hiss edirik. Bu nə qədər düzgündür biz bilmirik, amma istehsalçı belə deyir. Biz həmən düyməni yenidən basıb bu rejimdən çıxırıq. Bundan başqa, demək, burada saatın nizamlaması üçün 2 düymə var. Hal-hazırda indi bizdə 12:07 görkəsi. Tutaq ki, indi saatımız 11, məsələ 11:15-dir. Biz bu düyməni bir qədər tuturuq və bundan sonra deməli, bir qədər tutduqdan sonra o geri sayımı başlayır və biz 11:15 olanda əlimizi oradan çəkəcəyik. Saatımız quruldu. İndi isə saatımız qurulduğuna görə biz timer rejimini rahatlıqla sizə izah edə bilərik. Timer rejimi nədir? Bəzi vaxt elə olur ki, biz kondisionerimizin hər hansı bir zamanda yanmasını və yaxud sönməsini istəyirik. Məsələn, deyək ki, evimizdən çıxıb gedirik, kondisionerimizi söndürdük. Bundan sonra kondisionerimizin timer 10 düyməsini bastıq və biz axşam evə gələndə, yəni deyək ki, 18-də evə gələcək, saat 5-də kondisionerimizin işə salınmasını istəyirik. Bu zaman, yəni PM 5-ə uyğulayırıq. Bunun üçün bu düymə basılır. Bu düymə basılır. Burada demək, temperatur düymələrin köməyi ilə burada PM 5-ə ayarlayırıq. Bundan sonra əlimizi çəkirik. Kondisionerimiz 17:00-da, yəni PM5-də işə düşəcək və biz axşam saat 6-da evə gələndə artıq evimiz soyudulmuş vəziyyətdə olacaq. Bu rejimdən çıxması yenə də eyni düyməni basıb sonra cancel, yəni iptal düyməsini basmamız lazım gəlir. Və yaxud yerimizə uzanırıq və istəyirik ki, kondisionerimiz təxminən 5 saatdan sonra, məsələn, səhər saat 5-də sönsün. Bu zaman səhər saat 5 AM, yəni AM olaraq göstərilir. Biz bu off düyməsini basırıq və bundan sonra AM, bura 5-i ayarlayırıq. Bundan sonra əlimizi çəkirik və ekranda gördüyünüz kimi timer off bir neçə dəfə yanıb sönəndən sonra orada timer off görkənir və o deməkdir ki, artıq timer off qurulmuşdur. Bu rejimdən çıxmaq üçün timer off düyməsini yerindən basırıq və cancel düyməsi ilə onu ləğv edirik. Bizi axıra qədər izlədiyinizə görə biz sizə təşəkkürümüzü bildiririk. Hər hansı bir sualınız olarsa, şərhlər bölümündə bizə müraciət edə bilərsiniz. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.